Aslında həlak olanlara Allah'tan rəhmət diləyirəm və onların yaxınlarının müvafiq göstərişlər mənim tərəfimdən verildi. Baş nazirlə danışdım. Onun rəhbərliyi ilə komissiya yaradıldı. Eyni zamanda Azərbaycan nümayəndələrindən ibarət heyət Aktau şəhərinə qəza baş verdiyi şəhərə ezam edilmişdir. Səbəbləri bizə bəllidir. Müxtəlif versiyalar var. Komissiyanın işi məsələni tam araşdırmaqdır. Bunun səbəblərini və bütün təfərrüatlarını araşdırıb həm mənə, həm də Azərbaycan ictimaiyyətinə məlumat verməkdir. Əlavə göstəriş verildi ki, istiqamətini dəyişmiş və Aktau